siyasi proseslərin pərdə arxası, cəmiyyəti narahat edən məsələlər, vətəndaş şikayətləri. Bütün bunlar Rövşanə ilə gündəmdə. Salam, xoş gördük. Barometr TV-də Rövşanə Ağasəyev qızı. Qonağımız yazıcı Seyran Səxavətdir. Seyran mənim, xoş gəlmişsiniz. Çox sağ olun. Xoş gördük. Xoş gördük. Sizi görməyə çox şadam. Qarşılıqlı. 10 il öncə görüşmüşdük. Yəni bir veriliş hazırlamışdım sizdən. Elə bu verilişə hazırlaşanda sadəcə YouTube-da belə səhifələdim həmin verilişi. Maşallah yaxşısınız. Yəni 10 il öncə o necə enerji var idisə, necə işıqlı, bugün də sizi belə gördüm və çox sevindim. Yaxşısınızmı? Çox sağ olun. Hər şey yaxşıdır. Sadəcə indi mənə çox soruşurlar ki, nətər olur belə qalmışsan, indi Allahın başçısı oldu öləm. Deyirəm, valla xəbis deyiləm. Başqalarının yaxşı işinə sevinirəm, o da məni saxlayır. Məni saxlayan odur. Qalan şey hamısı boş şeydir, mən biləm. Dostlarımın yaxşı bir əsəri çıxanda elə biləm özüm gəlmişəm. Ya bir uşaq küçədə gedirəm, görürəm, elə ürəkdən sevinir ki, mən ondan 2 qat çox sevinirəm. Belə bir terapiya var da, belə bir insani terapiyadır bu. Hər adam buna... Yəni sevinə bilirsiniz və sevə bilirsiniz. İnanırsan, Rövşan, mən bir dənə maşını verirəm, pulumu verirəm, maşınımı yüzdürürəm, ona da sevinirəm. Bax, ona sevinən adam. Yəni xırda bir şeylərdən xoşbəxt ola bilirsiniz. Bəli, mən sevindirmək üçün bir şey lazımdır, qətiyyən. Ovuc içi qədər xoşbəxtlik. Belə bəlkə də laf varsa. Yəni, dünyanın ancaq heç nəyində gözüm yoxdur, o da kömək eləyir. Ancaq dünyanın sözündə gözüm var, dünyanın gözəlliyində gözüm var. Vəssalam. 80 yaş az yaş deyil. Ramiz bu yaxınlarda dedi, Əzizəm Yaman dedi ki, sən biraz ləngidiyə biz. Qorxutmur ki bu rəqəmlər sizi? Yox, mən qorxu qutarmışam. Mənim qorxu limitim yoxdur. Nədən qorxacam ki? Allah şükür, yaşamışam. Evlər, uşaqlar, nə bilim, dost, aşna. Düzdür, dostlarımın demək olar ki, kökü kəsilir, yoxdur. Axıra qalmaq da bir kişilik görmüş, şimdi qismət belədir. Amma belə də. Bir fikriniz var idi ki, mən yazdıqlarımı redaktə eləmirəm. Mənə maraqlıdır. Bəzən insan özü ilə qalanda həm də bir yaşadıqlarını redaktə eləyir. Yazdıqlarınızı anladıq. Seyran Səxavət xətti, dəsti xətti, üslubu redaktəyə ehtiyacı olmur bəzən. Amma insan özü ilə qalanda yaşadıqları nələrisə, bir ömrün o səhifələrini redaktə eləyir. Məsələn, siz bu 80 illik bir ömürdə redaktə eləsəydiniz, nələri tamamilə kəsib silərdiniz, çıxardardınız, nələri altını qırmızı ilə cizərdiniz, bir qızıl səhifəyə yazardınız? Siz elə mən o bütün ömrümü 80 il neçə gündür də, elə hamısının altından yaxşı xət çəkərdim. Bu yaxşılarında pis redaktə ilə də, redaktəyə də ömrümü redaktə eləmək meylim yoxdur. Çünki o artıq gecikmiş redaktədir. Hərif də öyle ama hani geçmişi xatırla, onu da niye belirledim. Üzü sabaha. Yani bak, bayaq gəldimdə bir 10 dəqiqədir. 10 dəqiqə bundan qabağı da redaktə eləmək mənim aləmimdə ağılsızlıqdır. Bu redaktəyə gəlməyən bir şeydir. Niye özümüzü alladıq, elə deyilir. Düzdür mü? Ona görə də, amma belə götüründə sənin başa düşürəm, sən nə deyirsən də, ta ki bəzi səhvlər olur. Olur mu? Səhvdən də səhv deyil. Əslində o mühitdə səhv hesab olunan səhvlərdir. Əgər mühitin hesab elədiyi ki, filan şey səhvdir, mən onu eləməsəydim o səhvi, mühitin qəbul elədiyi kimi, mühitin anladığı kimi, onda mən daha böyük səhv eləmiş olardım. Bir insan kimi böyük səhv eləmiş olardım. Bir fikrim çatır. Bəli. Ona görə yəni ancaq belə səhvlər olur. O da yenə deyirəm ki, səhv deyil. Əslində elə seyran olmağında bəlkə o dırnaq içində deyirəm, o səhvlərin, yəni ta ki, hansısa qapını döyürsən, işlərin düzəlir, keyfin, hər şeydə işlərin də xod gedir, düzdür. Mən döyməmişəm.
Yani ben burada özümü göstermirəm. Mən artıq bu yaşda özümü göstermişəm. Özümü gösterip tutarmışam. Artıq mən cəmaat bilir ki, mən kiməm, nəyəm, nəçiyəm, necəyəm. Amma yani bu meyllərdən uzaq olmuşam. Mesela dünyada mənim ən böyük gücüm iki şeylə bağlıdır. Bir odur ki, çox şey istəmirəm. Dünyanın yerində ancaq sözündə və gözəlliyində gözüm var. Qalan heç də mənim üçün. Bir də ki, dostlarım. Mən dostlarımdan, Allahımdan yaradığım qədər yaratmışım. Bir dəfə dediniz ki, mən hər dəfə tutan bir məclisdə olanda, bir tədbirlərdə olanda öz yaradıcı mühitim ki var, harda mən yetişmişəm, o yaradıcı mühitin insanların adını çəkirəm, onları xatırlayıram. İndi içərisində dünyasında dəyişənlər də var, yaşayanlar da var. Amma onlar heç vaxt çəkmirlər. Ad çəkmək istəmirlər. Mən sizin bir müsahibənizdə oxumuşdum. Hər dəfə siz yəni bu qədər dost canlısınız, bu qədər dost sevərsiniz. Bayaq bir məqama toxundunuz ki, dostlarım da azalıblar, sıraları azalıbdır. Yəni bu qədər dost canlı olmaq, Seyran müəllim, mənə maraqlıdır. Yəni nə verir insana? Bax siz O çox vacibdir. Mən başa düşdüm səni. Bizən məsələn mən özüm sən demişkən 80 yaşayıram da yer üzündə. Bu az müddət deyil, sən dediyin kimi. Amma məsələn tutaq ki, mənim dostlarım olmasaydı, məndən heç nə çıxmaz. İndiki Seyran olmayacaqdı. Bizən nə mənada? Mən onları çox istəyə-istəyə, sevə-sevə gəlib Seyran olmuşam. Özdə bu sevginin çok qəribə bəlkə kimlər üçünsə yeni bir tərəfi bundan ibarətdir ki, mənim onları sevməyimdə mənim içimdə bəlkə də başqa söz axtarıb tapmaq istəmirəm. Bir egoist, Seyran egoizmi var. O nədir? İstəyirəm onu sənin üçün açım. Çünki mən bir dostumu çox istəyirəmsə, onu çox istəmək mənə ləzzət edir. Və mən belə çıxır ki, öz xətrimi onu çox istəyirəm də, düzdürmü? Və o dostuma heç vaxt minnət qoymağa mənim ixtiyarım yoxdur. Mənim bir dostum vardı, uşaqlıq dostum. Deyim, hamı deyir, falan gəz dostumdur. Mənim 5-6 dostum var. 80 ilə 5-6 boş. Pis nəticə deyil də. O mənə deyirdi ki, bəl bax, özdə belə Qarabağ o ləhcəsində, sən məni çox istəyə-istəyə kişi olmuşsan. O belə deyirdi. Amma orada böyük həqiqət vardı. Sən yenə təkrar edirəm, biraz yan pörtü şəklindəki Dostoyevskinin bir sözü var. O Dostoyevski, o da əslən türkdür. Qızıl Ardadan gəlir. O gözəl sözdür ki, dünyanı gözəllik xilas edəcək. Bəlkə də onun dövründə o söz keçirmiş. Amma indi o söz keçmir. Mən özümü göstərmək üçün Dostoyevskinin əleyhinə getmirəm. İndi gözəllik özü reanimasiyadır. Gözəlliyin özünü xilas eləmək lazımdır. Amma yenə dünyanın xilas edən var. Dünyanı ancaq və ancaq gözəllik xilas edə bilər. Və o gözəlliyə olan sevgi. Bu ikisinin tandemi bir yer. Sevgi xilas edə bilər dünyanı. Deyirlər ki, məsələn, biz bir texnoloji bir dövrdür də, hər şeydə bir sünnilik, sünni intellekt, nə bilim, texnologiya. Texnologiya sevgini sanki bir küncə sıxışdırdı. Deyilənlərdən, ətrafdan görür ki, sevgi elə bir azaldı insanlar arasında. Hər şey sünni, insanların bir-birinə sevgi aşılamağı da yazı pozu üzərində, SMS-lər, WhatsApp, bütün bunlar, yəni o ruhsallıq öldü. Məsələn, sizin dövrünüzlə bu dövrü biz müqayisə eləsək, Seyran müəllim, həmin o sevgi hissi, deyirik, sevgi dünyanı xilas edəcək. Axı biz sevgini nə qədər qoruya bilirik? Baxın, biz ətrafımızda nələr görürük? Nə qədər sevgi qalıb insanların içərisində? Sən deyirsən ki, biz sevgini nə qədər qoruya bilirik? Əslində, bax, yerlərimizi dəyişik salmışıq. Səhv salmışıq. Mən orada oturmuşam, sən burada. Əslində, biz sevgini yox, sevgi bizi qoruyub həmişə. Dərindən fikirləşəndə. Düzdür? Bəli, və? Bir adama acığım tutub filan. Gəlirsən, görsən ki, o döyüldə, orada bir sevgi cücərtisi olur və onu ki, deməli, mən deyəm düzdür. Sevgi bu qanla, koduna olan şeydir. Bir də mən bir dəfə bir söz demişdim. Demişdim ki, jurnalist soruşdu. Mən dedim ki, dünyanı ağıllı adamlardan qorumaq lazımdır. Müdrik adamlardan qorumaq lazımdır. Əlbəttə, mötərizədə bütün ağıllılar
xeyrə qulluq eləmir, şərə qulluq edənlər də var. Film çatır. Bəli. Yəni o mənada demişəm ki, dünyanı ağıllı və böyük adamlardan qorumaq lazımdır. Gündə nə qədər o gün eşitdim, 100 neçə uşaq bir gündə məhv ediblər. Əgər bir uşaq dünyanın bu sivil vaxtında haqsız yerə öldürülürsə, bu sivil bəşəriyyət deyil. O sivilin bir qafiyəsi var, o bəşəriyyət. Mən demişəm başqa televiziyada, bu zibil bəşəriyyət. Bir uşaq ölümü bilirsən nə deyil. Bir uşağın ölümü, mən razı oluram, məsələn, 100 min böyük yaşlı adamlar qırılsın, amma uşağa heç nə olmaz. O mayadır, o müqəddəs bir şeydir. O and içiləsi bir ölümdür. Başa düşürsən. Onu bir dəfə bir ərəb uşağını göstərdilər. Burasından qan tökür, ağlayır, ölüm ayağında. Deyir gedəndə Allaha deyəcəm ki, burada adamlar yaxşı deyil. Və bir dənə də başqa ərəb uşağından soruşurlar ki, sən yekələndə kim olasın? Deyir, biz yekəlmirik ya. Ay Allah. Dəhşətdir. Yəni biz çox, heç dünya ilə əlləşməyək, qaydaq gələ elə öz içimizə. Bu saat cəmaat ailədə bir-birinin heç kəsin sözü boğazından keçmir. Qəribə. Bu telefonlar zadlar da girib araya. Deməli, milli şuuru sıfırdan yuxarı olanlar üçün bu tərəqqi, telefon filan da və s. Bu çox möhtəşəm bir şeydir. Milli şuuru sıfırdan yuxarı olan xalqlar üçün. Amma milli şuuru sıfırdan aşağı olanlar üçün bu böyük bir fəlakətdir. Sən bilirsən, hər şeyin iki yüzü var. Tərəqqinin də iki yüzü var. Məsələn, susuz həyat yoxdur, hə Röşka, düzdür mü? Bəli. Amma gedirsən dənizdə həmən o həyat dediyimiz suda batıb ölərsən, düzdür mü? Ot həm isindirir, həm yandırır, köyə döndərir. İndi bu tərəqqi də, inkişaf da həm yaşadır, həm də məhv edir. Baxır adamla. Baxır adamla. İşə gəlib gedirsiniz Sərgün Mərdəkandan. Bəli. Yazıçılar Birliyinə. Nə edirsiniz orada? Necədir vəziyyət? Darıxırsınız evdə deyə gəlirsiniz, yoxsa doğrudan Yazıçılar Birliyində Yox, iş var? ümumiyyətlə bu yazboz adamları darıxan adamlar olur. Amma bir dənə darıxmağa görə adam durub Mərdəkandan hər gün bura gəlməz ki, elə deyil. Doğru. Sadəcə özüm üyüdümdür, mən orada məsləhətçiyəm. Məsləhətçiyəm, cavanlar gəlir gedir yanıma. Bəzən də orta yaşlılar gəlir gedir yanıma. Əsərlərini göstərirlər. Fikrimi öyrənmək istəyirlər. Gəlib gedən çoxdur. Bu saat hamı qələmə sarılır. Yazıçılar Birliyi ətrafında gedən söz-söhbət indi elə bir səngiyib. Əvvəlki kimi deyil. Bir dönəm sanki hər kəs əlinə bir yaba almışdı, belə deyək də. Hücum çəkirdi Yazıçılar Birliyinin üzərinə ki, bu ittifaq nəyə lazımdır, bu birlik nə üçündür? Biri deyirdi mənə ev vermədilər, biri deyirdi mənə gün ağlamadılar. Hamı sanki Yazıçılar Birliyindən o JEK sayağı sanki nəsə arzulayırdı ki, nəsə hərə bir şey oradan qoparsın. Tamam, siz deyək ki, olsun, qopartsın. Amma indi də bir gördülər ki, yox, artıq o heç bir təsiri falan yoxdur. Belə bir sakitləşdilər. Yəqin siz də qarşılaşırsınız, görürsünüz. Ümumiyyətlə bu sakitləşmənin səbəbi nə oldu? O üsyanın belə deyək səbəbi nə idi? Yəni Anar yenə öz yerindədir, yenə pis yaxşı deyək ki, işlər gedir. Aydındır, deməli Rövşənə xanım belədir də. Mən bu suala artıq bir neçə dəfə cavab vermişəm. Qısa cavab alım sizdən. Qısa cavab budur ki, həmişə də Anarla bağlı deyirəm. Mənim Anarı tərifləməyə heç bir ehtiyacım yoxdur. Heç Anarın da mənim tərifimə ehtiyacı yoxdur. Amma bir həqiqət var da. Həmişə deyirəm ki, ay bala, ay uşaqlar, toxtuyun, sakitləşin. Bu yarım adamlıqdan çıxın. Anar yazıcıdır, Anar futbolçu deyil ki, bu yaşı keçdi geçsin. Sən razısan mənimlə? Bəli, razıyam. Futbolçu 27 yaşındadır, uzaq başı 30 yaşındadır. Məsələ tutduğu postdur ya, o kreslodur. Onun yazıçılığına heç kim işə deyə bilməz, yəni demirik də. Tutduğu posta münasibətlidir ki, yəni... İşləyir də, ana gedib, ya bizim bunlar biraz o Sovet vaxtı xeyli orada güzəştlər zadlar vardı. Yaşlılar ondan yarayıblar da. Bunlar o cavanlar onu istəyir. İndi şura hökuməti yoxdur, indi ayrı hökumət. İndi nə deyirlər, bazar iqtisadiyyatıdır. Ən dəhşətli bir, bəşəriyyətin onunla da dəhşətli fikirləşdiyi bir şey yoxdur. Bazar iqtisadiyyatı. Əslində adam
insan iqtisadiyyatı olmalıdır. Amma bazar. Azərbaycan xalqında bazara münasibət deyir, bu bazar adamıdır. Amma bizim bəyənmədiyimizi dünya güclü dövlətlər yerdə qalan dövlətlərə bir irəliləyiş kimi sırrıdır. Ancaq bazar. İndi gündə Allah bilir, bəlkə 50 dənə kitab çap olur. Pulun var, get çap ol. Qabaq bölüm sən çap edə bilərdin. Bildiğin. Ona görə də bunun hər cürünə pis təsir var. Həm oxucu qıtlığı yaradır, həm yazıçıları hürmətdən salır. Bu bazar iqtisadiyyatı qədər mən bu yaşımda hələ bir bazar iqtisadiyyatı, bir də bu gendir. Bunu yaman sırdılar bəşəriyyətə. Cəlal, doğrudan bu yazıçılar birliyi bu cəmiyyətə lazımdır? Əlbəttə lazımdır. Vacibdir yəni. Tək yazıçılar birliyi yox ha. Məsələn, bax bu rəssamlar ittifaqı olsun, nə bilim. Bax, siz də bir xanımsınız. Lazımdır yəni. Siz də bir xanımsınız, eləmi? Bəli. Azərbaycanda məndə olan məlumata görə aşağısı bir 100-ə qədər qadın təşkilatı var. Acaba nə olar bu yazıçılar bir klubdur. Bax, indi mən səndən soruşuram. Onlar da yerimizi dəyişək. Yerimizi dəyişək. Mən səndən soruşuram. Yazıçılar İttifaqında Natəvan klubunda hər gün təxminən, hər gün təzə kitabın görməsi olur, prezentasiya deyirlər, görməsi olur, müzakirələr olur, filan olur. Yığışır yazıçılar, qələm adamları bir yerə. Amma burada təqaüd var, ev var, bunun nəyi pisdir? Bunun nəyi yox, pisdir? əladır. İndi o təqaüd almayanlar var, ev almayanlar var ki, onların hardasa yəni Təqaüd içində. hamiyə vermək olmaz axı. Yəni digər dediyiniz o qadın təşkilatlarında belə şeylər yoxdur da. İndi ev alıb versinlər, nə bilim, İndi təqaüd versinlər, qadın gün ağlasınlar təşkilatı, onlara. bu yaradıcı təşkilatdır da. Məsələn, tutaq ki, məsələn deyirəm, dəqiq yanında deyir, tutaq ki, ildə 30 nəfərə gəncə təqaüd verirlər də, elə deyil, prezident mükafatı daha doğrusu. Tutaq ki, məsələn, 300 gənc varsa, bunu nətər eləmək olar? Hesab kitab var da, anam bacım, düzdür. Yəni hamıya ev vermək olmaz. Yox, iş. Amma istedadlılara vermək lazımdır da. Əslində istedadlılara vermək lazımdır. Bir də sadəcə belə biraz adam çoxdur orada, açıq. Sən hamda deyir ki, məsələn, tutaq ki, bir dəfə biri mənə deyir ki, nə olsun, sən yazıçılar İttifaqının üzrə mənə deyir. Mən də yazıçılar İttifaqının üzrində çıxardır, bir etaj qalır, soxu gözümüzə. Bax, ona gərək biraz... Onlar necə ora üzv olublar ki? Kim eləyib onlar ora üzv? Vallahi bir hesab veriblər ki, yaqın bir klub kimi də... Hər adamların xəbəri var da, ora üzv olan adamlardan. Onlar şəxsən ora rəhbərlik eləmir ki, onlar. Hər halda onun imzası ilə yəqin ki, qəbul olunursa, maraqlanır da yəqin ki. Yox, orada bir şey vardı, nədir? Əvvəl Azər Mustafazadə idi, sonra Fikrət Qoca oldu. Bəli. Yəni, ya bəlkə tərsinə yanında deyil. Belə çıxır ki, belə sıradan adamların ora qəbul olunması çox rahat başa gəlir də. O bunun üzərinə yıxacaq. Orada mən deyirəm ki, istedadsız adamlar da qəbul olur. Çünki mən oradan uzağam, bilmirəm onu. Açıq bilsəm deyərəm. Aydındır. Bir fikriniz çox xoşuma gəldi. Əslində bilmirəm, demokratiya ilə bağlı çox maraqlı bir fikir söyləmişdiniz ki, ümumiyyətlə hamıya çox demokratiya vermək olmaz da. Xüsusən də demişdiniz ki, Azərbaycan xalqına sizdən sitat gətirirəm ki, Novruz bayramından 8-də demişdim onu mən dövlət televiziyasında. Deməli, Novruz bayramında yaxşı plovdan sonra bir çay qaşığı demokratiyanı dadızdırmaq. Niyə belə düşünürsünüz ki? Pisdir demokratiya. Ona görə ki, mən də bu xalqın bir ayaq-yalın baş açıq evladıyam və bunu qəşəng tanıyıram. Demokratiyada bu söyüş, döyüş baş alır gedir, düzdür. Nə boyda rəzalət var, adam Azərbaycanlı olmağından diksinir. Bəli. Bəlkə səhv deyirəm. Düz deyirsiniz. Məsələn, birinin biri ilə bir düşmənçiliyi var, onunla elə də kişisən, kişi ilə, elə deyil. Arvad uşağın burada nə zadı var? Tökürlər şöyle bir-birini. Azərbaycanda Rövşənə üstünə çirkəb atılmayan adam barmaqla sayılası qalıb. Yəni o tanınmışlardan söhbət gedir. Bax, bu demokratiyanın. Demokratiya əslində uydurma, anti-insani bir şeydir. Bunu böyük dövlətlər fikirləşib, balaca dövlətlərin ağzına vurmaq üçün bir çubuq kimi şeydir. Bu bir. İkinci də bax, səndən bir şey soruşum. İndi elə bil biz 10 milyonuq da elə deyil. Hər adamın ölçüsü müxtəlifdir də. 46 ölçüdə kəsbin verir ki, bütün Azərbaycan ancaq 46
ölçüdə kostyum geyməlidir. Fikrimi çatdıra bilirəm. Təsəvvür elə, belə adam geyir, əyninə dar. Arıq adam geyir, yəni o, hər millətin özünə görə demokratiyası olmalıdır. Adım belə bax da. Fikrim çatdırır, milli şuura görə. Bizdə milli şuur, mən dəfələrlə demişəm, dövlət televiziyasında da, hər yerdə. Milli şuur bizdə sıfırdan aşağıdır. Ona görə ki, milli şuuru tənzimləyəni yoxdur. Milli şuuru tənzimləyən təhsildir. Təhsil özü canayındadır. Bir misal var, deyir, keçi canayında qəssab piyaqdır. Yəni, fikrimi tam çatdıra bilmədim. Elə evdə, ailədə götürək. 10 milyonu qoydum bura. 12 nəfərlik bir ailədir. 2 valideyn, 10 uşaq. Hamısına eyni razmer deyəcəm, belə. Razmer, Rusçada olsa. Paltar alıb getir, zorla geyin demək olar. Yox. Bax, dünyada elə bir çox uşaqlı ailə oxşur. Hamıya eyni şey nədir, qəbul etdirmək olmaz, axı eybəcər görükür. Mən özüm kimi yaşayanda həm mənə rahatdır, həm də heç kəsə dəyib dolaşmıram. Məndən Fransız olar, Fransızdan Seyran olsa nə bax, Seyrandan da Fransız olacaq. Balam, sən Fransızlığında qal, mən də Seyranlığında qalım da. Demirəm, o mütərəqqi şeylərdən imtina edək, əsla. Amma hətta Milli Məclisdə qanunlar qəbul olunanda da filan ölkədə belədir, olmaz, kökündən yanlışdır. Sən öz millətinin psixologiyasına, durumuna, səviyyəsinə, ağlına, başına uyğun qanunlar qəbul eləməlisən ki, o qanunlar işləsin. Biz indi qanunları çox işləmirik. Seyran bəy, bəzən insanlarla yazıcı, ziyalı arasında ciddi bir uçurum olur. Biz fikirləşirik ki, məsələn, yazıcı elə müxalif olmalıdır. İndi sevgidən, poeziyada güldən, bülbüldən yazmaq başqa şeydir. Məsələn, düşüncəmizdə var ki, yazıcı biraz müxalif olmalıdır. Bu problemlər, məsələdə nələrəsə... Müxalif yox, yazıcı vicdanlı olmalıdır. Anladıq. Yəni, bizdə vicdan deyəndə fikirləşirik ki, o qədər problemlər varsa bunu yazıcı dilə gətirməlidir və s. Və bu da gətirib uçuruma çıxardır ki, bizim ziyalılarımızın, yazıçılarımızın konkret deyək ki, bir dönəm susmasını biz gördük. Susurlar. Adamlar konkret susdular. Çox az barmaqla sayılası bəlkə də heç oldu ya olmadı ki, nələrsə danışdılar, nəsə söz dedilər. Danışanlar ziyalılardır. Ziyalılar. Danışmayanlar adlarını ziyalı qoyanlardılar. Kim çatır? Ham danışan, məsələn, hamının vicdanı tərpənmir. Özdə mən ziyalının bir tərifini vermişəm. Ziyalı nə? Oxumağınandır, nə heç nə iləndir. Deməli, yəni o uçurumu kimlər yaratdı? Yazarlar özləri yaratdılar ki, kənara çəkilməklə, həmin o ziyalı yazarlar, qaymaq yazarlar, kənara çəkilməklə o xalq arasında, insanlar arasında uçurumu özləri mi yaratdılar? Sonra da deyirlər ki, məsələn, bugün cəmiyyət oxumur, kitab mütaliə eləmək istəmirlər, bizim kitablarımızı oxumaq istəmirlər. Bəlkə elə o uçurumun səbəblərindən biri də, oxumama səbəblərindən biri də o yaranan uçurumdur. Qoy, mən bunu deyim, sonra uçurumu yadıma salarsan deyərəm. Deməli, bu kütləvi informasiya vasitəsində burada durub terminlərlə danışmayacaq ki. Bəli, bəli. Ziyalı bilirsiniz kimdir, nə akademikdir, nə dəmirçidir, nə. Ziyalı qatığın rəngini dəqiq bilən, vergül, lazım gələndə onu dilə gətirən adama ziyalı deyirlər. Bu mənim tərifimdir. Bəli. Qaldın uçurum məsələsi. Onu sən çox düz hiss eləmsən. Bəli, bu saat mən sırf öz sahəmi götürürəm. Yazıçılarla xalqın arasında uçurum nədir? Böyle dibi görünmeyen dereler var. Birbirinden ayrı düşün. Ziyalının da o cümleden yazıcının da tərəf müqabili olmasa ondan heç nə çıxan deyil. Heç kəsin xətrinə dəymək istəmirəm, özümü götürürəm. Yazıcının gələk konkret yazıcının üstünə. Yazıcının tərəf müqabili kimdir? Xalq. Bildiyin. Xalq o səviyyədə deyil. Xalq sənin arxanda duran deyil. Hətta mən bir dəfə demişdim, Baku TV-də deyərsən. Ki, xalqın yolunda ölməyə dəyməz. Çünki xalq həqiqət deyil. Həqiqətin yolunda ölmək lazımdır. Bu həqiqət qalıram. Bu uçurum sən çox düz onun şəklini çəkdir. Tərəf müqabildən ziyalını da, alimi də, hamısının tərəf müqabili xalqdır. Özdə kütlə yox. İçində olmalısan xalqın. Şimdi olmazsan, sən xalqın içində olmalısan, xalq da sənin içində olmalıdır. Tərəf müqabildən.
Məsələn, acı gələk oradan yenə aşağı, çox yuxarıdan getdim deyərsən, gələk teatra. Elə bir ki, tamaşa oynayırlar 2 saat, saat yarım. Salonda bir nəfər də yoxdur. O aktyor necə oynaya bilər? Düzdür, indi mən necə oynaya bilərəm? Rəhmət olmasa, biraz, mənim bir romanım var. Yəhudi əlifbası romanında müəllifdən oxucuya müraciət balaca. Belə annotasiya fasonda belə bir şey yazmışam ki, hörmətli adam, nə vaxt yeməkdən doyub pəndəm olsan, biraz da gəl mənim yanımda dayan. Biraz da mən baxan tərəfdən bax dünyaya. Nə vaxt yorulsan səni saxlamayacağım, çıx git. Amma əsnəmə, əsnəsən səni qovacağım. Bax bu çox şey deyir, sən dediyin o, sənin sualın barədə, düzdürmü? Düz deyirsiniz Seyran müəllim, razılaşır. Bir də yazıçının şəxsiyyəti məsələsidir. Elə ona gətirib çıxardacağam. Hamısını o formalaşdırır da. Şəxsiyyəti, bax bir dəfə bu da çox xoşuma gəlmişdi ki, şəxsiyyət təqaüd verilirsə Yazıçılar Birliyində, dünən Yazıçılar Birliyini söyən, Yazıçılar Birliyini tənqid və hətta təhqir eləyən kəs o təqaüdə o 5 manat pula görə gəlib artıq orada riyakarcasına yaltaqlanırsa Yazıçılar Birliyində kimlərəsə və bugün o təqaüdü alıb rahat onu belə həzm-irabidən keçirirsə, burada yazıçının hansı şəxsiyyətindən danışa bilərik? Sizdən stat gətirdim yenə. Heç nə, heç nə. Və həmin yazıcı əgər istedadlıdırsa, orada artıq şəxsiyyət qüsurludursa, oxucu qalacaq yoxsa gedəcək? Gedəcək. Özü haqqını eləyəcək, gedəcək. Bilsən? Bu həm də axı nümunə sözündən o qədər xoşum gəlmir. Nümunə olmaq çətindir, həm də böyük məsuliyyətdir. Çünki nümunə olarsan, bir 50 nəfər sana oxşayar, sonra görək sənə varanı bilirsən, qalar ortalıqda, aralıqda qalar. Faciə gətirib çıxarda bilər. Bilirsiniz, mən desəm bunu yenə demişəm, çünki 7500-ə qədər intervyu vermişəm, Rüşka bu vaxt. Ay maşallah, ay maşallah. Sual qalmıyor. Belə bilirsən, elə biraz öz dilimizdə deyək də, hal-hazırda elə əslində söhbət kişilikdən gedir də, böyük mənada, düzdürmü? İndi səndən soruşuram, elə qaqaşım, uşaqlar. Məsələn, eşitmişsən biri o birisine deyək ki, uşaq harda oxuyur, sən də deyirsən ki, Bakı Dövlət Universitetinin Kişilik Fakültəsi. Kişilik Fakültəsi olmur, bu qanda olmalıdır. Nəslində, kökündə olmalıdır, mənim əzizim. Elə fakültə var. Yoxdur. Yəni, qeyrət, namus fakültəsi. Yəni, bu oxumaqla deyil, təhsillə deyil. Təhsillə deyil. Təhsil sadəcə informasiya. Baxın, informasiya. O bir, elə bir ki, gəlirdi. İnformasiyanın özünə də bir gəlir kimi baxmaq olar, lazım olan məqamlarda. Və o gəlirdən sən necə istifadə edəsən? Seçirsən. Düzdür. Yəni, bütün bunların hamısının, bəlalarımızın hamısının başında dayanır milli şuurun aşağı olmağı, yəni təhsilsizlik. Amma bu xalq çox istedadlı xalq. Sən bilirsən də mən elə Şimal Buz Okeanından başqa dünyanın hər yerin gəlmişəm. Amerika, Afrika, Avstriya, Avropa, hamısını. Yazıcı necə dolanır bugün bizim mühitdə? Necədir yazıcının vəziyyəti, durumu? Özü öz kitablarını rahat çap etdirə bilirmi? Buna imkanı varmı? Yazıcı qonorar yoxdur. Yoxdur da, qonorar yoxdur. Mənim deyim də sənə. Yəni necə dolanmalıdır əgər onun başqa bir işi yoxdursa? Şura hökumətinin vaxtında mənim ilk romanım çap olunmuşdu. Sonra 6-7 roman da yazdım. O romana deməli 100.000 tirajla çap olmuşdu. Qiyməti 1 manat 20 köpük idi. Bu kitab 120.000 manat pul gətirdi, o vaxtın puluyla. Ondan bir 2-3.000 mətbəyə xərcləri idi. Bir 22.000 manat mənə verdilər təxminən. 100.000 də Şura hökuməti qatladı, qoydu cibinə. Yaxşı elədi, halal, xoş olsun. O 22.000 böyük puldu o vaxtlar. Çox, ona 3 dənə təxminən 3 qaz 24 maşın almaq olardı o vaxt ki. Bərk gedən maşın sayılırdı da. İndi yoxdur. İndi məsələn, bunu bir dəfə də demişəm, bizim bir ləzgi şair vardı, Kələntərdir. Onun 5 səhifəlik Azərbaycan jurnalında Kişinin qızı. Poemas çıxdı, dəniz nəğmələri. Kələntər ona bir maskıbi çaldı. İndi o sistem pozulub. İndi yəni necədir də? İndi hamı ilk günündə yaşayırlar.
Ona görə də yazıçılar Çünki bir-birindən əsl istəyirlər ki, yazıçı nəsə o dediyiniz kimi, üzr istəyirəm, bu sizdən istat gətirir. Yəni nəsə istəyirlər, qopartsınlar yazıçılar bir-birindən. orada da belə qopartmalı bir çıxır. şey yoxdur. Çünki Qopub vəziyyətlər o qutarıb, deyil. qopub qutarıb, qabaq kimi. Məsələn, Kələntəri misal gətirdim. Bax, bu keçən ilin axırlarında mənim 7 hekayəm çap olundu Azərbaycan jurnalında. Kələntər 5-6 vərəqdir. Mənim o təxminən 40 səhifə hekayəm çap olundu. 210 manat mənə qonorar yazıldı. Necə olmalıdır? Əslində, indi biz beliyik də, özümüzə uyğun hərəkət eləməliyik. Əslində, rəhbərlik dövlət qarşısında belə yumşaq, yaxşı mənada məsələ qoymalıdır ki, Azərbaycan jurnalı, Uldu jurnalı, Literaturun Azərbaycan jurnalı, bunların qonorarları Sovet səviyyəsində olsun. Ondan sonra söz-söhbətin heç biri də olmaz. Əkrəm Əylisi ilə münasibətləriniz necədir? Mənim onunla münasibətlərim, sən hansı Əkrəm Əylisini deyirsən? Daş yuxuların müəllifi Əkrəm Əylisi ilə. Hə, onu deyirsən. Çünki bir dəfə soruşdular ki, Serim müəllim, Əkrəm Əylisi haqqında dedim, hansı Əkrəm Əylisi? O da qaldı ki, neçə Əkrəm var ki? Dedim, mən jurnalist, nə bilim nə, 2 Əkrəm var da, daş yuxulara qədər, Daş yuxuları, mən daş yuxulardan sonraki Əkrəmi soruşuram. Daş yuxulara qədərki Əkrəmdən aydın məsələdir münasibət. Hə, o da aydın məsələ ki, adam istedadlı adamdır, filandır, amma daş yuxulardan sonra hətta ANS-də sən o vaxt həmkarındır, Qəni Rataşov idi dəsən. O Çingiz deməli Qənizadə dövlət tərəfdən, mən də Əkrəm tərəfdən. Bəli. Mən Əkrəmi müdafiə elədim. Daş yuxulara qədər Əkrəmi dedim ona, heç kəs toxuna bilməz. Dünyanı dağıdaram. Amma daş yuxulardakı Əkrəmi dedim, ay Əkrəm, Allah sana insaf versin. Bir dırnaq yeri qoymamsan ki. Yanında olun. Yanında olun. Tutmağa gərək bir yeri olaq, elə deyil. Balıq ilə əl də qalmır, çünki bir tutmaq yeri yoxdur da, sürüşür. Dedim, sən imanım Allah. Əlaqələriniz var, münasibətləriniz? Valla mən həmişə onunla zəhləşmişik, eləmişik. Son 3 ildir gördüm, nəsə bir-iki dəfə telefona cavab vermədi. Sonra mən də soydum, o da soydu. Yazıcı şəxsiyyətinin ikiləşməsi məsələsi indi həmişə eşitmişik də, yazıcı, bu rəssamlarda da var, şəxsiyyət olaraq ikiləşmə. Məsələn, Bəxtiyar Vahabzadədə də deyəsən bir dəfə oxumuşdum, onun deyəsən hansısa bir müsahibəsində ki, şair Bəxtiyar Vahabzadə, vətəndaş Bəxtiyar Vahabzadə. Onlar budur, müzaddə onlar hamısı belə kəllə suyu. Necə yəni şair, vətəndaş, nə bilim kiminsə əri. Bunlar, bu bölgələr kimə lazımdır? Bir dənə Bəxtiyar var da. Əslində qalanları onun içindədir. Amma siz görürsünüz Əkrəm Əylisi daş yuxulara qədər, daş yuxulardan sonraki 2 Əkrəm Əylisiyə böldünüz. Demək ki, var da bu şəxsiyyət ikiləşməsi. Nadir hallardadır da bu, nadir hallardadır. Nadir hallar. Məsələn, bir dəfə mənə dedilər, sən dediyin mənədə ki, neçə seyran var? Həmən mənədə. Dedim, valla bircəciyi var, onun öhdəsindən gücün gəldim. O hiç olsa mən çoxdan məhv olmuşdum. Belə. Yəni, hamıdan eyni şeyi ummaq özü bir, belə, nə bilim, yaxşı hal deyil. Yaxşı hal deyil. İndi bəlkə o qədər söz-söhbət gəzdi. Sərəm, ruhunuz, məsələn, indi nə pıçıldayır sizə? Füzuliyə gedib gəlirsiniz, yəni Füzuliyə. Yalan olmasın, bir 30 dəfə gedib gəlmişsiniz. Bax, orada ruhunuz nə pıçıldayır? Şəhərə gələndə ruhunuz nə pıçıldayır? Ruhunuz ümumiyyətlə bu dəqiqə hansı ab-havadadır? O yerdəyəm ki, cəmaatımız biraz da yerləşsin, utanıram da. Qaşq edəsi var, pis vəziyyətdə yaşayır. Yuxarılardan xahiş edəcəm. İmkan varsa, mən də gedib Füzulidə yaşayayım. Getmək istəyirsiniz? Getmək bu dəqiqə gedərəm. Buradan durub gedərəm. Bağa dəymərəm, evə. Bağdan da evə də. Həm evimdə, həm bağımda. Gedərəm, sonra uşaqlara deyərəm da, siz də gəlin dalımca. Vətən, ruhunuz oran səsləyir. İlkin vətəni, vətən Azərbaycandır. Orada doğulmuşsunuz. Cənubu ilə, şimalı ilə, orada doğulmuşam. Yəni, o ilk məhəbbət, ilk, nə bilim, o ilkinlərin hamısı gözəldir də, yadda qalandır. Elə deyil, ilk. Bəli. Mən də gözüm açıb orada bir qadın görmüşəm. Sən demə, mənim anammış. Sonra 4 divar görmüşəm.
Sonra biraz yekəlindən sonra çıxmışam, bayra görmüşəm ki, bizim evdən başqa da evlər var. Sonra evlərdən biraz çıxmışam, bayra bizim kənddən başqa da kənd var. Və belə o konsentrik çevrə var. Daş atsan suya belə dairələrlə. Bax, elə genişlənib gedib. Bəs kim üçün darıxırsınız daha çox? Füzuli dediniz, Füzulidə yəni ev, ilk qadın, anam, o ətraf insanlar daha çox kim üçün məsələn o kövrəlirsiniz, darıxırsınız? Ən çox dostlarım üçün. Mən demişdim bunu indi. Fuad Poladov üçün darıxırsınız? Darıxmaq nədir? Dünən elə onların hamısı haqqında 5-6 nəfər oldu. Hamısı gedib, tək qalmışam. Özdə yaxşı eləmədilər biraz. Yaxşı eləmədilər. Fuad Poladov tez getdi. Ne deyirəm ki, bəs mən onlara zəng edirəm. Onlardan zəng gözləyirəm. Belə demişəm, hansısa kanalda. Hə. Sonra deyirəm, özüm zəng edirəm onlara. Deyirlər, bu nömrəyə zəng çatmır. Doğrudan nömrələr var. Nömrələri qalır hamısı sizdə. Telefon da qarışdı, telefonlar. Bəlkə də mənə görə işlədilər, sağ olsunlar. Deyirəm, o bəzi idarələrə, dünən gəlib bu fikir ağlıma, birinci dəfə burada deyirəm o. Deyirəm, o bəzi idarələrə gedəndə aşağıda adamın telefonunu alırlar ki, telefonsuz. Deyirəm, bəlkə uşaqların da telefonlarda o idarələr kimi əllərdən alıblar. Bağlayıblar, tərcəmdir. Bunlar üçün darıxıram. Siz, əgər onlara bərabər, əgər onların 50% qədər, əgər onların 1/4 qədər adamlar olsa ətrafında, o qədər də çox darıxmaram. Amma bu saat mənim burada heç kəs üçün darıxmıram, ancaq onlar üçün darıxıram. Çünki onlar üçün darıxmaq, həm də onların yeri o qədər boş qalıb ki, o boyda boşluqda, bu boyda seyrana bir yer tapandıram. Onlar mənim yadıma çıxanlar. Rəsib Balayev də dünyasını dəyişdi. Böyük filmin böyük Allah rəhmət eləsin. siması. Azərbaycan filminin böyük siması getdi aramızdan və magikanlar gedir. Və yeri boş qalır. Rasimlə biz həm də qonşuyduq. Mərdəkəndə Rasim, Zahir Zahid, mənim bir də bir general dostumuz var. Ayda bir-iki dəfə görüşürdük. Dünən mənə onu qəfil verdilər xəbəri. Artıq mən dedimdə hardaydım. Çox pis oldum. Bir dənə heyif yazdım. Əlimdən ayrı nə gələ bilər? Çoxdan biraz... O boşluğun dolması çox zaman aparacaq. Yox, heç də olmayacaq. O bizə elə gəlir. Siz, bəşəriyyət özü cırraş. Mən bütün günahları Azərbaycanın üstünə yıxmaq istəmirəm. Küll halında evladı bəşərdə cırraşma gedir. Cırlaşma. Belə nə bilim, yenə deyirəm, o bazar iqtisadiyyətidir, o gendir, mindirdir, nə bilim, aləm qarşıdır. Deyirəm, mən sizə can sağlığı arzu edirəm. 80 yaşın, elə bir zirvədir ki 80 yaş və çox insan arzulayır ki, elə gəlib 80-ə çatım və doğru dürüst yaşamaq. Siz çox doğru dürüst yaşamısınız, düz yaşamısınız. Dediniz, mənə çamur atmayıblar. Və sonra elə müsahibənizdə də görmüşdüm ki, şübhələnirəm görəsən mən ya çox... Hamıya niyə atırlar? Hamıya çamur atırlar, mənə çamur atmırlar. Amma bəlkə də o qədər doğru dürüst yaşamısınız, o qədər xalqın içində olmuşsunuz, o qədər içinizdən sevgi püskürmüsünüz ki, ona görə heç yəni insanların belə içindən də gəlməyib də, yəni kimlər ki çamur atmaqla məşğuldurlar, rəva görməyiblər bunu sizə. Arzu edirəm ki, Allah nə qədər ömür veribsə, o ömrü sağlam yaşayasınız, ayaq üstə olasınız, enerjiniz olsun və içinizdə də hər zamanki kimi sevgi olsun. Mən təşəkkür edirəm sizə. Var olun, nə yaxşı ki varsınız. Çox sağ olun. Çox sağ olun. Mən sizə uğurlar və can sağlığı arzu edirəm. Sağ ol canım, çox sağ olun. Belə, hörmətli tamaşaçılar, biz çox dəyərli yazar Seyran Səxavətli söhbət etdik. Bu qədər görüşənə dək biz Seyran müəllimin yola salacağıq və Seyran müəllimə can sağlığı. O qədər ürəkdən bunu söyləyirəm ki, çünki Azərbaycan ədəbiyyatının ən qızıl imzalarından biridir Seyran Səxavət. Var olasınız. Bu qədər. Biz sizinlə yeni görüşəcəyik. Salamat qalın.